Neftçinin qadın futbolçulardan ibarət komandasının UEFA Çempionlar Liqasındakı rəqibi müəyyənləşib. İsveçrənin Nyon şəhərində yarım final və final görüşlərindən ibarət olacaq birinci təsnifat mərhələsinin püşkatmə mərasimi baş tutub. Püşkün nəticəsinə əsasən Neftçi 4-cü qrupda yarım finalda Türkiyə klubu Fomgetlə qarşılaşacaq. Əgər komandamız iyulun 30-da Ankara təmsilçisini mübarizədən kənarlaşdırmağı bacarsa, avqustun 3-də finalda İsrail təmsilçisi Kiryat Gatlı üzə gələcək. Finalda qalib olan tərəf isə ikinci təsnifat mərhələsinə vəsqə qazanacaq. Bütün qarşılaşmalar yalnız bir oyundan ibarət olacaq və Ankarada təşkil olunacaq. Ağqaralarla ardıcıl ikinci dəfə ölkə çempionluğunu yaşayan baş məşqçimiz Siyasət Əsgərov ötən mövsüm topladıqları təcrübədən və Çempionlar Liqasının birinci təsnifat mərhələsi barədə gözləntilərindən danışıb. Belə deyək, bildiyimiz kimi biz ikinci ildir Çempionlar Liqasında iştirak edəcəyik. Birinci il təəssüflər olsun ki, belə deyək, nəticələrimiz ürək açan deyildi. Düzdür, qrupumuz da çətin idi. Əslində, qrupumuzda belə Avstriyadan olan çempionlar, onlar da oradan da bəlli idi gücü. Çünki belə deyək, neçə illərdir Çempionlar Liqasının qrupunda oynayırdı. Onlarla da oradan çox çətin idi. Bir də onlar çox təcrübəli komandadır, həm də çox keyfiyyətli komanda idi. Amma digər komanda Gürcüstan Lanskuydi komandası idi. Biz düşünürəm ki, orada biz azından bir xal ala bilərdik rəqibdə. Amma təəssüflər olsun ki, biz geriyə düşdük, sonra hesabı bərabərləşdirdik, sonra isə buraxdığımız səhvlərdən yenə də qol buraxdıq. Ondan sonra əlbəttə şanslarımız oldu, dəyərləndirə bilmədik. Amma bu il istəyirik ki, doğrudan da bu il daha fərqli istəyirik olsun, yaxşıya doğru istəyirik. Doğrudan da ölkəmizə, klubumuza, qadın futbolunun adına reyting xalları hardasa qazandıraq. Çünki bilirik ki, reytingdə hal-hazırda çox aşağı yerdəyik. Ona görə də belə deyək, püşkatmalar da biz üçün çətin rəqibləri çıxardır. Əlbəttə ki, mən düşünürəm ki, bu yaxşıya doğru təsir göstərəcək. Çünki işlər həmişə çətin olur və biz də işlərdə də oradan da çətinlik yaşadıq və daha doğrusu çətinlik yaşadıq, biraz onun həyəcanı var idi, stresi var idi qızlarda. Ondan başqa rəqibin öz ağırlığı var idi. Bunun özü bir həyəcan verirdi qızlara. Ona görə doğrudan da çətin oldu ki, amma ikinci oyunu daha yaxşı oynadıq, düşünürəm. Yenə də deyirəm, futbol elə bir oyundur ki, kim az səhv eləyir, kim rəqibi çox səhvə məcbur edirsə, o da qazanır. Təəssüflər olsun ki, biz daha çox səhv elədik orada, onu qaldıra bilmədik. Amma mən düşünürəm ki, oradakı təcrübə və düşünürəm ki, oradakı olan qızların əksəriyyəti bu il yuxarı-aşağı yenə də komandanın düşərgəsindədir. Və mən düşünürəm ki, doğrudan da bu təcrübə bu il bizə daha yaxşı tərəfdə kömək edəcək. Fomget klubu baş məşqçimiz Siyasət Əsgərov üçün heç də yad kollektiv deyil. O, 2022-23 mövsümündə sözü gedən komandanın baş məşqçisi olub və həmin mövsümdə Ankara təmsilçisini Türkiyə Super Liqasının çempionu edib. Hədəf isə yenə qalibiyyətdir. Lakin bu dəfə ağqara forma, doğma ölkə, ancaq eyni arzuyla. Qrupumuz belə də bəlli olanda doğrudan da belə deyərək biraz həyəcan keçirdim. Həyəcan keçirmə səbəbim də rəqibimizin belə deyə bundan öncə işlədiyim komandanın düşməsi idi. Bir neçə gün öncədən onsuz da belə bir hiss eləmişdim. Çünki səbətlər bölüləndə rəqibimiz reytingdə belə deyək də birinci yerdə idi. Bizim onlarla düşmə şansımız çox idi. Və belə deyək də hisslərimiz yanıltmadı bizi. Mən də düzünü desəm, Fomget mənim üçün doğrudan da yaddaşımda doğrudan çox yaxşı qalıb. Düşünürəm ki, biraz ağıllı davranmalıyıq, tələsməməliyik, rəqibi tələsdirməyə çalışmalıyıq. Belə olan tədbirdə, yenə də deyirəm, rəqibin səhvini birinci dəqiqədən sonuncu dəqiqəyə qədər izləməli və səhv elədiyi vaxtda rəqibi cəzalandırmalı. Əgər biz o səhvdən, minimum səhvdən rəqibi cəzalandıra bilsək, ümid edirəm ki, istədiyimiz nəticəni alacağıq. Mütəxəssis qitənin ən nüfuzlu klub turnirindəki çıxışın yalnız komanda üçün deyil, ümumilikdə Azərbaycan qadın futbolunun beynəlxalq arenadakı mövqeyi baxımından da önəmli olduğunu vurğulayıb. Təcrübəli çalışdırıcı UEFA reytinginə xalların əlavə olunmasının ölkə futbolunun gələcək perspektivlərinə müsbət təsir edəcəyini bildirib. Mən düşünürəm ki, bizim Neftçi olaraq
yaxşı başlanğıclarımız həm ölkədə qadın futbolunun inkişafı ilə yaxşı tərəfdən kömək ola bilər, həm klublarda, eləcə də bizim akademiyada, yəni qadın futbol, yəni Neftin qadın futbol qisminə kömək ediyorlar. Bunun üçün yəni istəyirik ki, doğrudan da yaxşı nəticələr eləyək ki, azından cəmiyyətdə də insanların qızlarımıza, xanımlarımıza, qadın futboluna fikirlərini dəyişmək istəyirik. Onun üçün də doğrudan da nəticələr qazanmalıyıq. Nə qədər nəticələrimiz yaxşı olsa, mən düşünürəm ki, ildən ilə belə deyək, ölkəmizin də, cəmiyyətimizin də, klublarımızın da hamısının fikrini yaxşıya doğru qadın futbolunu dəyişə bilərik. Neftçi ardıcıl ikinci dəfə ölkəmizi UEFA Çempionlar Liqasında təmsil edəcək.